Yeni bir idmana başlayarkən, yeni bir kursa yazılanda ya da sadəcə yeni bir həftəyə başlamaq üçün mənim kimi əvvəlcə masamı yığışdırım deyirsiniz. Hal-hazırda toparladığım masam bir həftə sonra yenə eyni halda olacaq. Çünki iş masamda və beynimdə bitməyən bir xaos var. Bəzən düşünürəm ki, masanı yığışdırmaqla beynimdəki xaosu yığışdırmaq eyni şey olur. Bu iş edərkən yalan dünya izləməyim də işin terapi hissəsidir. Bu dəfə masamı yığışdırma səbəbim daha fərqlidir. Fly yogaya başlayıram. 24 ildə heç bir idmanla məşğul olmamışam və dedim ki, bir yerdən başlamalıyam artıq idman eləməyə və başlamaq üçün fly yoganı seçdim. 24 ildir heç bir idman etməməyimin nəticəsi olacaq ki, dərs boyu 3 dəfə hamakdan baş aşağı yıxıldım. Amma nəticə olaraq fly yoganı çox sevdim və davam edəcəm kimi görünür. Dərsdən sonra kofe, kruasan və vicdan əzabını seçdim yemək üçün. Daha sonra özümü aytən balanslı qidalanırsan deyə aldatdım. Sonrasında fərdi bir tələbəmə dərsim var idi, onu keçdim, sosial media dərsim. Və final olaraq mənim üçün gözəl bir gün oldu. Həyatımı düzənə salmağım, otağımı yığışdırmaqla başladımı, başlamadımı çox əmin deyiləm. Amma məntiqli bir başlanğıc olduğu kesin.